Qorxudan şəkər tapdım. Stres faktorun diabetin yaranmasına böyük rol olduğunu biz inkar edə bilmərik. 3 dənə yağ deyəcəm. Kərə yağı, quyruq yağı, bir də bitki yağı. Sizcə bunlardan hansı faydalıdır? Palma yağları olma ehtimalı olan qida maddələrindən uzaq duraq. Sizcə doktor, ölkəyə palma yağı gətirildikdən sonra mı xəstəliklər artdı, yoxsa ümumiyyətlə bu xəstəliklər var idi? Palma yağları ucuz yağlardır. Yəni təbii və keyfiyyətli yağlar deyildir. Əhalinin sağlamlığını düşünməyən, xalqının millətini düşünməyən insanların işidir. Marketdə satılan süd, qatıq, ağartı məhsulları yerinə bunu gedib bazardan alaq. Daha orqanik, daha sağlam olduğuna əmin olmuş yağları istifadə edək. Yəni evdə yemək bişirən xanımların sayı azalır. Xüsusən diabetik xəstələr üçün bu çox zərərlidir. Hər loğma 20 saniyə çeynənməlidir. Çörəyin keyfiyyəti çox dəyişmişdir. Çörəkdə qatqı maddələri var. Rəng verici, aromatik. Su içəndə kökələrəmsə deyən insan mütləq endokrinoloq tərəfindən araşdırılmalıdır. Alfa Xrom, artıq çəkidən azad ol. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün Bir Bax kanalında çox maraqlı bir mövzuya toxunacağıq. Qidalanma və piyələnmə arasındakı əlaqə nələrdir? Bugün bu mövzumuzu qonaqlarımızla birlikdə sizə geniş şəkildə təqdim edəcəyik. Studiyamızın qonağı Baku Medical Plaza Klinikasının endokrinologiya şöbəsinin rəhbəri Doktor Hidayət Məmmədzadə və Doktor Humay Fərzəliyevadır. Xoş gördük. Doktor, ümumiyyətlə bədənimizdə piyələnmə nədən baş verir və qidalanmamızın bu piyələnmə prosesində təsirləri necədir? İstərdim ki, bu barədə izləyicilərimizə məlumat verək. Çox təşəkkür edirəm. Çox gözəl sualdır. Çox gözəl aktual bir mövzu ilə başlamışıq. Piyələnmə tarixən gözəllik, zənginlik, sağlamlıq bir əlaməti kimi bilinib. Ona görə insanlar həmişə qida axtarışında olublar. Amma 20-ci əsrin ortalarına qədər bəşəriyyətin ölüm səbəbi olan aclıq bu gün 21-ci əsrdə həmin bəşəriyyət piyələnmə ilə mübarizə aparır. Çünki piyələnmə tək qidalanma ilə bağlı olan məsələ deyil. Bu kompleks bir məsələdir. Burada bizim genetikamız çox önəmlidir. Genetik yaxınlıq. Düşünün, bir ailə üzvləri hamısı köyükdür, çəkisi çoxdur. Hazırda Azərbaycan əhalisinin 25-30% piyələnmə xəstəliyi çəkir. Bütün dünyada piyələnmə bir artma tendensiyası göstərir. Düşünün ki, Avropa ölkələrində hər 5 uşaqdan biri obezdir. Yəni biz piyələnməni boyun bədənə nisbəti bir formunuz var, bədən çəki indeksi deyirik buna. 30-un üzərində olduğu hallara deyirik piyələnmə. Düşünün ki, bədən çəki indeksi 30-un üzərində olan insanlar 70% hallarda 70 yaşa çatmadan ölürlər. Piyələnmə 200-ə qədər xəstələrin risk faktorudur. Tip 2 diabeti başladan səbəbdir. Bunun bizə verdiyi fəsad mexaniki, yəni artıq bir yükdür, metabolik, tip 2 diabet və təzyiq problemi və psixoloji fəsadları bərabərində gətirir. Mexaniki, metabolik və psixoloji problemləri bərabərində gətirən piyələnmə estetik qüsur deyil və ciddi xəstəlikdir. Biz bir diabet xəstəsi gəlirsə, artıq çəkili insan görürüksə, mütləq önəmli məsələ kilo verdirici müalicə olmalıdır. Bu tək diabetlə bitmir. Ürək xəstəlikləri, qaraciyər yağlanmağı, hətta Alzheimerə qədər, xərçəng, onkoloji xəstəliklərə qədər riski artırır. Yəni piyələnmə xəstəliyinə kompleks baxmaq lazımdır. Nə üçün piyələnir? Çünki gərəyindən artıq qida qəbul edirik. Düşünün ki, bizim gün ərzində deyək 100 qram yağa ehtiyacımız var. Hər gün bizim evimizdə 1 kilo yağ daxil olur. Biz nə edirik? Həmin o yağı boş qablara, bankalara yığıb doldururuq. Orqanizm də belədir. Gərəyindən artıq enerji bədənə daxil olursa, bədən onu glikogeną çevirir, yağlara çevirir, iç orqanlar hamısında yağlanma başlayır. Yəni onu bir qara gün üçün saxlayırıq. Çünki insanın metabolik hafizəsində bir depolama alışqanlığı var. Genetik olaraq bizim metabolik hafizəmizdə var bu. Artıq iç orqanlar başlayır yağlanmağa, sonra biz onun dış görüntünü artıq görürük, kosmetik qüsurları görürük. Belə deyim sizə, piyələnmə ciddi bir xəstəlikdir. Qidalanma ilə əlaqəsi mühümdür. Tək qidalanma deyildir. Burada səbəblər təbii ki, piyələnmə bədənə artıq yağ toplanmasıdır. Bədənə fazla yağ toplanması ilə gedən metabolik bir xəstəlikdir. Bunun səbəbində endokrin xəstəliklər çox mühüm rol oynayır. Yəni Kuşin xəstəliyi, zob, tiroid xəstəlikləri bəzən piyələnmə ilə gedir, bəzən genetik sindromlar piyələnmə ilə gedir. Yəni piyələnmə problemi olan insanın ilk döyəcəyi qatı diyetoloqlar deyildir, endokrinoloqlardır. Çünki piyələnmənin səbəbini araşdırmaq bizim işimizdir. Hətta onlarla diyetisyen gəzən xəstədə biz Kuşin xəstəliyi tapmışıq, hipotiroidizm tapmışıq, böbrək xəstəliyi tapmışıq, hipofiz xəstəliyi tapmışıq, diabet tapmışıq və s. Mütləq endokrinoloqumuz bunu araşdırdıqdan sonra artıq müalicə tədbirlərində pəhriz, həyat tərzi dəyişiklikləri biz bunları ön plana çəkirik. Yəni piyələnmə bizim genetikamızda olsa da hər zaman qədər bir qismətimiz deyildir. Bunu yönetmək mümkündür. Bəs maraqlıdır, insan acanda mı yeməlidir? Yəni aclıq ümumiyyətlə sağlamlıqdırmı? İnsan acanda yeməlidir. Aclıq hissi olmadan yemək insan biologiyasına uyğun bir davranış deyildir. Bilirsiniz, biz davamlı olaraq səhər yerimizdən durduqdan sonra yatana qədər toxuq.
Davamlı olaraq hansısa qidalar qəbul edirik, çay içirik, nəsə bir şey qida qəbul edirik. Bu əslində qalsa bizim orqanizm üçün, sağlamlığımız üçün doğru bir yanaşma deyildir. Tarixən insanlar bir və 2 dəfə qidalanıblar. Ara yeməklər, günorta yeməyi, lançlar belə deyim, daha sonra biznes sənayesinin inkişaf etməsi insanlara sunuldu. Amma əslində qalsa çünki çox istehlak, çox gəlir deməkdir. O baxımdan insanlara lanç tayımlar, ara yeməklər təklif olunmağa başladı. Bu isə insanlarda yağlanmaya, piylənməyə səbəb oldu. Bizim biologiyamız səhər yerimizdən durduqdan sonra səhər yeməyi yeyilməlidir. Çox vaxt insanlar səhər iştahı olmur, səhər yemək yemək istəmir. Amma biz bunu vərdiş halına salmamız lazımdır. Səhər yeməyinin çox rahat, komfortlu, keyfli olması üçün erkən yatmaq lazımdır. Səhər tez durmağımız, səhər idmanımızı etdikdən sonra yuyunub səhər yeməyi yeməliyik. Əslində qalsa işin qaydası belə də fəlsəfəsi belə olmalıdır. Yəni səhər yeməyinə günümüz başlamalıdır. Səhər yerimizdən su içməliyik. Su orqanizm üçün çox vacib bir elementdir. İnsan qidasız qala bilər, susuz yox. Su çox vacibdir. Bizim orta çəkidə olan bir insan deyək, 70 kiloqram çəkidə olan bir insan üçün 2 litr su içmək məqbuldur. 2 litr ən azı su içilməlidir. Su yeməkdən öncə başlanmalıdır. Axşam insan yatmış, yəni metabolizm artıq hızlanması üçün, başlanması üçün suya ehtiyacı vardır. Suyla yanaşı protein tərkibli, pendirdir, yumurtadır. Bizim mətbəximiz çox zəngindir. Biz qida cənnətində yaşayırıq. Orqanik təbii qidalardan səhər yeməyi yeyilməlidir. Səhər yeməyi yeyildimi, bir də olmalıdır axşam. Əslində qalsa bu olmaq daha doğrudur. Milli mətbəximizdən ət xörəklərindən, kərə yağdan, orqanik qidalardan hazırlanmış ev üsulu qidalardan istifadə olunmalıdır, tərəvəzdən istifadə olunmalıdır. Bu arada ancaq su içilməlidir. Çünki belə olduğu təqdirdə, bu səhər və axşam yeyildiyi təqdirdə biz insülin və leptin hormonunun balansını qorumuş oluruq. İnsülin hormonu bizim qidamızın aparıq glukozaya çevirib hüceyrələrə çatdıran bir kuryerdir. Necə anladım sizə, çox önəmli bir hormonumuzdur. Yağları depolayan tək hormonumuz insülindir. Yəni insülin bizi kökəldən hormondur, belə deyim sizə eyni zamanda. Metabolik bir hormondur. Bunun əksi olan leptin hormonu isə bizim yağlarımızı parçalayan bir hormondur. Amma leptin işə düşməsi üçün qida qəbulundan sonra 3-4 saat keçməlidir. Biz 3-4 saata keçməyinə imkan vermədiyimiz üçün leptin hormonu işə düşmür. Siz deyə bir atışdırma etdiniz, getdiniz, işte belə bir xurma ilə çay içdiniz, sonra bir albad işlədiniz, ağır bir atışdırma etdiniz. Davamlı olaraq bir leptin hormonu bir kənara buraxırıq və davamlı o şəkildə qida alırıq. Amma bunun müqabilində isə fizik aktivitetimiz yoxdur, alınan qidanı sərf etmirik. Bu baxımdan balans pozulduğu üçün piylənmə başlayır. Yəni yediyimizi yandırmalıyıq da. Bəli. Acıq çox önəmlidir. Bəzi hətta insan başınız tövsiyə edilir xəstələrə, başınız ağrıyırsa, qızdırmalı bir hal keçirirsinizsə, qida qəbul etməyin. Əslində çox öz üstün. Bişur heyvanlar belə acıq hissi olmadan qida qəbul etməz. Ac olmayıb da qida axtaran tək varlıq bəlkə də insandır. Yəni baxın canlı təbiətə, hər hansı bir quş olsun, bir vəhşi heyvan olsun, əgər onu dəyib toxunan yoxdursa, acı qarışqa milçək belə, o ona Allahın verdiyi ömür axlatan yaşayır. Biz bu qədər şuur sahibi olan insan isə Allahın verdiyi ona 150 ilə yaxın, 120 il, 150 il olan bir yaşama potensialını yarısına belə çatmadan bəzən ölür metabolik xəstəliklərdən. Bəs bəzi insanlar var ki, deyir ki, mən su içirəm və su məni kökəldir. Bəs bu cür insanlar niyə kökəlirlər? Bu əslində qalsa ödemdir. Yəni su içir, yəni o insanlar bəzən onu bir necə deyim, yəni hər xırda şeydən kökəlməyə işarə olaraq bunu deyir əslində qalsa. Suda kalori yoxdur. Su kökəltmə potensialı yoxdur. Bəzən bədənə ödem olur, maye yığılır bədənə, əllərdə, ayaqlarda, topuqlarda, göz ətrafında şişkinlik olur. Bu daha çox hipotiroidizm dediyimiz zob xəstəliyində olur. Bəzən zob xəstələrinə müalicə verdikdən sonra xəstə düzəldiyi zaman, hipotiroidizm düzəldiyi zaman 5-6 kilo bir ay içində kilo verir hətta. Bu bədənə yəni artıq maye toplanmasıdır. Əgər su içəndə kökəlirəmsə deyən insan mütləq endokrinoloq tərəfindən araşdırılmalıdır. Bu xəstədə hipotiroidizm ola bilər, Koşin xəstəliyi ola bilər, böyrək üstü vəzi və ya hipofiz vəzinə bağlı hormonal disbalans ola bilər. Mütləq bu insanlar araşdırılmalıdır. Normal şəkildə orqanik təbii qidalanan, həyat tərzi dəyişikliklərə əməl edən, yuxusu qaydasında olan, fizik aktivliyi qaydasında olan insanlarda bu hal olmamalıdır. Əgər bu hal olursa metabolizm pozulmuşdur, mütləq şəkildə bu insanların mütləq ətraflı şəkildə araşdırılması lazımdır. Bayaq yağlar məsələsinə toxundunuz. 3 dənə yağ deyəcəm. Kərə yağı, quyruq yağı, bir də bitki yağı. Sizcə bunlardan hansı faydalıdır? Üçüdür. Kərə yağı təbii, orqanik şəkildə illər, əsrlər boyu bizim mətbəximizdə olan bir yağdır. Heç görmürsünüz kərə yağı reklam etsinlər. Çünki kərə yağının reklama ehtiyacı yox. Kərə yağ təbii yağ şəklində yeməklərin bişirilməsində hər zaman nənələrimiz istifadə edib. Yağda dad var, ləzzət var. Biz xəstələrimizə yağdan qorxmayın. Yağda dad, ləzzət var. Çünki yağ almasanız o dadı, ləzzəti şəkərdən alacaqsınız. Ən çox problem yaradan şəkərli qidalardır.
işlənmiş yağlardır. Yəni təbii orqanik yağı istifadə etmək olar. Amma təbii ki, bunun dozasını qaçırmamaq şərt ilə. Çünki yağda çox böyük kalori və enerji var. Xüsusən səhər-səhər kərə yağının istifadəsi məqbuldur. Yeməklərin bişirilməsindən, hazırlanmasından kərə yağının istifadəsi uyğundur. Bitki yağları, xüsusən zeytun yağı çox faydalıdır. Təbii sıxılmış, soyuq zəncirdə, soyuq sıxılmış, ekstra virgin deyirik, sıxılmış zeytun yağı salatlara istifadə olunmalıdır. Quruq yağı da olar, dədə-babalar həmişə istifadə ediblər. Amma dozasını qaçırmamaq şərtilə az miqdarda istifadə oluna bilər. Əsas işlənmiş yağlar məsləhətli qida deyil. İşlənmiş yağ zəhərdir. Təbii orqanik yağlardan və kərə yağını istifadə etmək olar. İşlənmiş yağ dedikdə yəni palma yağı nəzərdə tutursuz da? Bəli. Margarinlər, işlənmiş yağlar, xüsusən palma yağları haqqında icazə verirsə o vaxtda bir neçə kəlmə deyim. Çünki bu ucuz yağlardır. Sənaye üsulu hazırlanmış bir yağdır. Sizcə doktor, ölkəyə palma yağı gətirildikdən sonra mı xəstəliklər artdı, yoxsa ümumiyyətlə bu xəstəliklər var idi? Daha çox sənaye üsulu hazırlanan hazır qidalar, fast food qidalar, şəkərli içəcəklər və ya palma yağlar gəldikdən sonra bu qidalanmaya bağlı metabolik xəstəliklərin artmağında bir artış başladı. Statistikasında qorxunc bir yüksəliş başladı. Palma yağları ucuz yağlardır. Sənaye üsulu hazırlanan yağlardır. Yəni təbii və keyfiyyətli yağlar deyildir. Artıq həmin palma yağları bütün şirniyyatlarda, şokoladlarda, uşaq qidalarında hamısında vardır. O baxımdan biz alanda qidanın üzərində ingrediyentlərini oxuyub baxırıq. Palma yağı varsa biz ona məsləhət görmürük. Onlardan uzaq durmaq lazımdır. Çünki işlənmiş yağdır. Onlar qaraciyəri yoğurur, damarları tıxanıqlıq yaradır, triqliseritləri artırır və iç visceral yağlanmanı artırır. Yəni palma yağı olan hər bir qida məhsulundan uzaqlaşmaq lazımdır. Çox istehsal, çox gəlir deməkdir. Daha çox biznes maraqları ön planda olduğu üçün əhalinin sağlamlığını düşünməyən, xalqının millətini düşünməyən insanların işidir. İş adamları belə də, işbazlar belə deyək. Biz buna qarşı olmalıyıq. Amma təbii ki, bizim də əlimizdən nə gələr? Aldığımız qida məhsulunun üzərinə oxuyuruq, yararlılıq müddətinə baxırıq. Əslində qalsa, qida məhsulları xüsusən bükülmüş, paketlənmiş qidalar zərərlidir. Biz paketlənmiş, bükülmüş qidalardan mümkünat daxilində qaçmalıyıq. Misal üçün, mən çox tövsiyə edərdim ki, marketdə satılan süd, qatıq, ağartı məhsulları yerinə bunu gedib bazardan alaq. Daha orqanik, daha sağlam olduğuna əmin olmuş yağları istifadə edək. Mövsümü tərəvəzlərdən istifadə edək. Yəni, hər şeyin təbiisi daha gözəldir. Bu yağ məsələlərdə bacardıqca çalışıb palma yağları olma ehtimalı olan qida maddələrindən uzaq duraq. Biz bilirsiniz xanım, qida cənnətiyik. Azərbaycanda bitməyən deyək, bitki yoxdur, olmayan meyvə tərəvəzi yoxdur. Hamısını əldə etmək mümkündür. Onun əvəzində misal üçün çox məsləhətli təbii orqanik yumurta yeyin. Çox orqanikdir və çox təbiidir. Yəni uzun illər boyu yumurtanın zərərinə aid deyək, araşdırmalara aparan insan axırda yumurtadan üzr istədi. Yəni təbii orqanik bir yumurtadan bir cücə çıxır, bir canlı bir hüceyrədir. Çox təbii qidadır və Azərbaycanda çox sevindirici halda biz onu tapa bilirik. Avropa ölkələrində qida yox, Amerikada qida yox, təbii biz toyuğu, yumurtanı tapa bilmərik, amma ölkəmizdə tapa bilərik. Biz qida cənnətində yaşayırıq fərqinə varmadan. Bu cür ölkədə yaşayan insanın kənardan gəlindirilən palma yağları ilə zənginləşdirilmiş ərzaq məhsullarını almağa ehtiyacı yoxdur. Bugün deyərdim ki, əksər xanımlar, hətta işləməyən xanımlar belə hazır yeməklərə qaçır. Yəni evdə yemək bişirən xanımların sayı azalır. Ümumiyyətlə çöldə hazır qidalanma, hazır qidalardan uzun müddət istifadə eləmək bizdə hansı endokrinoloji problemlərə səbəb olur? Çox problemlərə səbəb olur. Birincisi, biz kültürümüzü itiririk. Qidalanma bir mədəniyyətdir. Süfrə mədəniyyəti. Düşünün ki, hər hansı bir toplumda bir 100 il dolma bişirilməsə, unudulub gedə bilər. Yəni, hər zaman süfrə arxasında bərabər oturmaq bir sosial bir ünsiyyət vasitəsidir. Eyni zamanda sağlamlığımız üçün çox önəmlidir. Bərabərcə yemək çox pozitiv bir aura yaradır, istər-istəməz. Hazır qidalar bizim vaxtımıza qənaət etmiş olsa da, ömrümüzdən aparır. Yəni, o bizə çox əslində daha baha başa gəlir. Bacardığımızda çalışmalıyıq, ev usulü qidalardan istifadə edək. Hazır qidalar, fast food qidalarda əksəriyyəti. İçərisində işlənmiş yağlar var, şəkər əvəzediciləri var, tatlandırıcılar var, konservatlar var və bunlar bizim sağlamlıq üçün böyük təhlükəlidir. Bacardığımız qədər çalışmalıyıq, bütün sosislərdən, kalbaslardan, nə bilim, enerjidə yüksək olan içkilərdən, indi adlarını çəkmək istəmirəm. Yəni, uzaq qaçmağımız lazımdır. Bizim bədənimiz üçün çox lazım olacaq vacib maddə sudur, zülaldır, yağlardır. Çox az miqdarda bütün orqanizmdə cəmi 5 qram şəkərə ehtiyacı var. O da gün ərzində bir meyvə yeməklə ödənilə bilir. Daha çox suya, yağa, proteinə ehtiyacımız vardır. Və yeməklərin nə yeməyimiz, necə yeməyimiz və nə qədər yeməyimiz çox vacib və önəmlidir.
biz çalışmalıyıq orqanik qidalanmağa. Bunlarda yeməklərin, qida maddələrinin hazırlanması çox vacibdir. Yəni qidanın hazırlanmasının çox böyük önəmi vardır. Ola bilər ki, siz bir ət məhsulunu çox normal şəkildə bişirib qəbul edə bilərsiniz, amma onu yaxşı bişirməyəndə siz ondan ləzzət ala bilməzsiniz. Bəzi hətta ət məhsulları içərisində bəzən parazit xəstəliklər, qurd xəstəlikləri ola bilər. Yaxşı istehlak olunmuşsa, yaxşı hazırlanmışsa, yaxud da dəniz məhsulları olsun, balıq məhsulları olsun, süd olsun, yaxşı bişirilməzsə onun içərisində bruselloz kimi xəstəliklər başlaya bilər. Bunu nə üçün deyirəm? Yeməyin hazırlanması, qidanın hazırlanma texnologiyası çox önəmlidir. Bizim üçün bir də çox mümkünat daxilində yeməklərin çox qızardılması da sağlamlıq üçün doğru deyil. Onun üzəri yanır. Yəni yanmış qida da özü kanserogendir. Yəni yeməklərin hazırlanması çox önəmlidir. Yeməyə izafi duz məmulatlarının yaxud da ədviyyatların qatılması da doğru deyil. Yəni yemək həddindən çıxmamaq lazımdır. İnsan yeməkdən dad almalıdır, ləzzət almalıdır. Onun içindəki mineralları, onun içindəki proteinləri çox sağlıqlı şəkildə qəbul etmək lazımdır. Sulu yeməklər çox vacibdir. Yəni bizim mətbəximiz çox zəngindir əslində qalsa, təbii şəkildə ev üsulu ilə qidaların hazırlanmasına hər zaman üstünlük verməliyik. İstərdim ki, şəkər və şəkər xəstəliyi arasında əlaqədən danışaq. Ümumiyyətlə şəkər rafinə olunmuş şəkərdən söhbət gedir. Şəkər xəstəliyi yaradırmı? Belə deyim sizə. Mən praktikamda siz diabetli xəstəsiniz, sizə bunlar olmaz. Sizin diabetiniz yoxdur. Belə bir ayrım etməmiz doğru deyil. Diabetli xəstəyə dediyimiz bütün qadağalar, tövsiyələr sağlam insana da aiddir. Əslində qalsa bu dediklərimiz sağlam qidalanmanın, necə deyimsə, sütunu və məntiqidir. Sağlam qidanın mən həmişə ümumi prinsiplərini anladıram hər zaman pasiyentlərimə. Siz şəkər yediniz deyin, şəkər xəstəsi oldunuz, belə şey düşünmək olmaz. Çünki şəkərli diabetdən söhbət edirsə, bu çox səbəbli bir xəstəlikdir. Burada genetik yaxınlıq, 20-yə qədər nəzərə və virus nəzəriyyəsi var burada diabetin yaranmasında, müəyyən virus xəstəlikləri diabetə səbəb ola bilər. Piyələnmə təbii ki, burada ön planda gələn bir məsələdir. Genetik yaxınlıq burada çox önəmli məsələdir. Müəyyən keçirilmiş cərrahi əməliyyatlar burada, onkoloji xəstəliklər belə, müəyyən dərmanlar belə diabet yarada bilər. Yəni bunun diabeti sadəcə qidalanma ilə məhdudlaşdırmaq doğru bir şey deyildir. Amma şəkərli qidalara çox meyilli piyələnmə xəstəliyinə, insulin rezistentliyinə və nəticədə tip 2 diabetə səbəb ola bilər. O baxımdan bəsit şəkərli qidalar, rafinə olunmuş, işlənmiş ərzaqlar, bu cür bəsit şəkərlər bütün insanlığa və bəşəriyyətə ziddir. Şəkər ağ ölümdür. Şəkər, duz və un bəşəriyyətin ölüm triosudur. Bu dördüncü ağ ölüm kokaindir. Düşünün ki, şəkər artıq kokain hökmündə olan bir maddədir. Şəkər ən tatlı zəhərdir. Bizim şəkərə ehtiyacımız 5 qramdır. O da gün ərzində bir meyvə ilə bəs edir. Bizim mətbəximizdə mentalitetdən gələn bir şey var. Şirin çay. Hər kəs səhər şirin çay yeyir, bəs şəkərlə. Doğru deyil, doğru deyil. Meyvə qurlarından çay içilməlidir. Çay bizim milli içkimizdə gün ərzində bir və ya iki dəfə, bir neçə dəfə deyək, ola bilər. Uzun müddətli yeyək, çay dəstgahlarında oturub, tatlı şirinliklərlə qəbul olunmaq bu bədən üçün sağlamlığa ziddir. Bir orqanizm üçün ən gözəl, qiymətli vasitə sudur. Su ən təbii deyək, içkimizdir və hər bir insan təxminən 2 litrə qədər ortalama çəkili olan insan su qəbul etməlidir. Və suyu içməyin də gigiyenası var. Oturaraq, otaq temperaturunda, əsas yeməklərdən öncə, xüsusilə meyvədən öncə qəbul olunmağı daha məsləhətdir. Bunun hamısının gigiyenası var. Biz bu qidalanma məsələsinə əməl edəriksə, çox sağlam bir orqanizmə sahib ola bilirik. Bunlar heç bir qaydasında deyil, həyat tərzi qaydasında deyil, yuxu rejimi qaydasında deyil. Bütün gün stres içində, bütün gün deyək, telefonda oturan bir insanın təbii ki, piyələnməsi də olacaqdır, metabolizması pozulacaqdır, onkoloji xəstəliklərə qədər arxa-arxaya gələcəkdir. Yəni, mən hər zaman xəstələrimizə çalışın, sizin dərmanınız, sizin orqanik qidalarınız olsun deyirəm. Sizin yəni qidanız dərman olmasın. İnsanlar arasında belə bir ifadə var, qorxudan şəkər tapdım. Bu doğrudurmu? Yəni insan həqiqətən qorxudan şəkər tapa bilərmi? Qorxu stressdir və əksər hallarda diabetli xəstələrlə çox sayda yüzlərlə, bəlkə minlərlə diabet xəstələrim var. Onların hamısında bu xəstəlik necə başladı, nədən yarandı sualını çox doktor qorxudan oldu. Mən bir stres keçirdim. Nə bilim, nədənsə qorxdum, bir itki yaşadım, problem yaşadım, ondan sonra oldu. Çünki bilirsiniz, insan sosial varlıqdır. Heç bir heyvanda şəkərli diabet xəstəliyi yoxdur. Bu, insan stres yaşadığı üçün insana bağlı olan bir xəstəlikdir. Yəni, yaxud da belə bir antropoloji bir xəstəlikdir, insana məxsus bir xəstəlikdir. Çünki bayaq söylədim, şəkərli diabetin yaranmasına faktorlar çoxdur. Bunlar mühüm bir stres faktorudur. Stres faktoru var olacaq diabetin progressiyonu artırır və yaxud da gizli şəkərin şəkərli diabetə çevrilməsini
artırır. Çox insan olur ki, misal üçün praktikamda görürəm, deyək, bir il bundan qabaq müayinə etmişik, baxmışıq, heç bir diabet problemi yoxdur. Amma xəstənin hər hansı yaşadığı stressdən dolayı 1 il ya 6 aydan sonra artıq diabet tablosu ilə qarşımıza gəlib. Araşdırıq, baxıb yaxın bir ikisini, yaxın bir yaxınını itirdi, ya stres yaşadı, yaxud da deyək ki, nə bilim, adi bir itdən qorxdu. Belə bir şey də var. Yəni bir qısaca bir şey danışım sizə. Bir nəfər uşaqda tip 1 diabet şikayətdən gəlmişdi. Bu uşaq məktəbdə siqaret çəkib, təsadüf atasını görüb. Atası siqareti uşağa cəza vermək üçün əlində söndürüb, belə bir şey, bir neçə il qabaq belə bir şey olmuşdu. O hadisədən bir neçə ay sonra, yəni uşaq artıq diabet tablosu ilə gəldi. Düzdür, daha yüngül cəzalandırmanın da növləri var. İndi təbii ki, ailələr fərqlidir. Hər kəsin bir cəzalandırma metodu var. Sonra atası özü heç bağışlamır, doktor, mən uşağıma bir siqaret çəkdiyi üçün öyle bir cəza etdim və sonra artıq bu diabet oldu. Yaxud da ata-anası davamlı mübahisə edən uşaqlar arasında diabet olan xəstələr gördük. Yəni nəyi vurğulamaq istəyir? Stres faktoru. Bir uşaq it arxasına tutmuş, it qapmış, o uşaq ondan bir həftə sonra diabet oldu. Bax, belə faktor da var. Düzdür, biz bunu konkret olaraq imenli buna görə, məhz buna görə siz diabet xəstəsi olduğunu deyə bilmirik. Amma hər halda təcrübə və bizim xəstələrdən gələn feedbacklər, kommentlər və yaxud da xəstəliyin səbəbinə aid topladığımız anamnetik məlumatlarda stres faktorunun diabetin yaranmasına böyük rol olduğunu biz inkar edə bilmərik. Təkan verici faktordur ən azından. İstərdim biraz çörək mövzusuna toxunaq. Azərbaycan xalqını deyərdim ki, bugün çörəksiz təsəvvür eləmək olmaz və əksər evlərdə də bugün çörək yeyilir. Ümumiyyətlə çörəyin insan orqanizminə zərərləri nələrdir? Çox gözəl bir sual verirsiniz. Hər zaman poliklinikdə xəstələrə anlatdığım bir şeydir. Bilirsiniz xanım, çörək müqəddəsdir. Çörək uğrunda müharibələr olub. Hər zaman biz çörəyə Quran kimi baxmışıq, kutsal demişik. Hər zaman bizim süfrəmizdə duz çörək olmuşdur. Bu Azərbaycan mentalitetindən, mətbəxindən gələn bir şeydir. Çörək müqəddəsdir və çörək bir mədəniyyətdir. Çörəksiz süfrə olmur. Xüsusən bizim, indi bilin, baxın ki, Yaponiya, Çin, İtalyan mətbəxlərində, Avropa mətbəxində çörək çox da öndə olan bir qida məhsulu deyildir. Amma iş burasıdır ki, hazırki gündə ekoloji təmiz undan hazırlanan o çörəklər yoxdur. Yəni çörəyin keyfiyyəti çox dəyişmişdir. Çörəkdəki qatqı maddələri var. Rəng verici, aromatik, yəni qoxu verici, saxlama müddətini artırmaq üçün xeyli sayda ingrediyentlər var. Artıq o gördüyümüz çörək yoxdur. Və bir də ağ undan hazırlanmış çörəyə biz qarşıyıq. Tam taxıldan hazırlanmış çörəyi, yəni ev üstündə hazırlanmış, xüsusi dəyirman unundan hazırlanmış, heç bir qatqı maddəsi olmayan çörəyin hətta faydası da vardır. Çünki içində liflər var, vitaminlər var. Onu qəbul edə bilərik, amma az miqdarda. Bizim qarşı olduğumuz bəzən undan xəbəri olmadan hazırlanan, deyək misal üçün, sintetik undan hazırlanan çörəklərdir. Ağ undan, rafinə olunmuş undan hazırlanmış qənnadı məmulatlar, un məmulatları, makaronlar, çörəklərdir. Təbii ki, taxıl unundan, taxıldan, təmiz buğda unundan hazırlanmış, içərisində olan hər hansı bir əlavə edici qatqı maddələri olmayan hazırlanan çörəkdən az miqdarda istifadə etmək olar və olmalıdır da. Amma ağ undan hazırlanmış, rafinə unundan hazırlanmış çörək məmulatları süfrəmizdə olunmalıdır. Çünki karbohidratdır, qan şəkərini yüksəldə bilir, xüsusən diabetli xəstələr üçün bu çox zərərlidir. Biz toplum olaraq çörəyə çox istifadə edən deyək ki, xalqıq, çörəyə çox istifadə edirik. Bunun miqdarını biz biraz azaltmaq lazımdır. Çünki orqanik çörək məmulatları çox azdır. Bizim mətbəximizdə, süfrəmizdə çörəksiz təsəvvür etmək mümkün deyildir. Bunun biraz miqdarını azaltmaq lazımdır. Təbii undan hazırlanmış çörəkdən istifadə etməyə məsləhət görürük və az miqdarda. İstərdim ki, yuxu ilə kökəlmə arasındakı əlaqədən də danışaq. Müasir dövrdə insanlar deyərdim ki, gecələr yatmırlar. Bəli. Daha çox sosial şəbəkələrdə, TikTokda, Instagramda vaxt keçirirlər və fikir vermisinizsə bu cür insanlar daha sürətlə kökəlir və bu insanlar ümumiyyətlə arıq olmurlar, kök olurlar. Yuxusuzluqla piyələnmə arasındakı əlaqələr nələrdir? Çox gözəl bir sual verirsiniz. Yuxusuzluq və piyələnmə çox güclü müttəfiqdir. Yuxusuzluq bu saat müasir dünyanın megapolis şəhərlərdə yaşayan insanlar üçün əslində qalsa çox önəmli bir risk faktorudur. Yuxusuzluq nəticəsində tədqiqatlar nəticəsində müəyyən olub ki, insanların piyələnmə ehtimalı daha çoxdur. Bilirsiniz, insan biologiyası günəşlə yatıb günəşlə durmalıdır. Əvvəllər saat olmayadığı dövrlərdə insanlar günəş çıxa doğanda durardılar, günəş batanda yatardılar. İndi bunu tam tərsidir. Demək olar ki, bütün şəhər yatmır. Hər kəs sosial mediada, televizorda. Televizor nuklear silahlar kimidir. İnsanların yuxu rejiminə, biologiyasını bir terror edir və insanlar yatmağa qoymur. Və bu baxımdan
İstər-istəməz gərgin uzun müddətli iş rejimindən sıxılmış insanlar ailə üzvləri görmək üçün, qidalanmaq üçün uzanmış saatlar bizim yuxu rejimimizi pozur. Normal insanı 7-8 saat yuxuya ehtiyacı var. Orta yaşlı bir insanın, uşaqlara daha çoxdur, yaşlılarda olsun deyə 6 saat miqdarda yuxuya ehtiyacı var. Bilirsiniz, siz gecə saat 3-də yatıb, gün orta saat 3-də də dura bilirsiniz. Amma bu yuxunun xronotipinin pozulmağı deməkdir. Orqanizmin sirkadian ritmi vardır, xronotipi vardır. Əslində qalsa, ən gecə mənim tövsiyə etdiyim müasir insanın saat ən gecə red line, qırmızı xətt saat 12-dir. 12-də yatmaq lazımdır. 12-də yatıb saat 7-də durmaq lazımdır. Biz bunu 21 gün əgər davamlı şəkildə edəriksə, bu artıq vərdiş halına alacaqdır. İnsan beyni 21 gün olan şeyi artıq vərdiş halına salır və artıq bu insanın həyat tərzinə çevrilir. Artıq onun davranışlarına olur və 22-ci müddətdə onun yuxusu gələcəkdir. Yəni, yuxu çox vacibdir. Yuxusuzluq eyni zamanda insanı acıb yemək yeyir. Bu istəmədiyim bir şey. Yəni, saat 1-ə 2-yə qədər oturur, mütləq şəkildə acacaqdır. Hər hansı bir qida qəbul edəcəkdir. İş görməli olan leptin hormonu dövrə dışı buraxılacaqdır, insulin hormonu artacaqdır, insulin rezistentli olacaqdır. Bu insan yuxusuz olduğu üçün sabah işə ala-yarımçıq gedəcəkdir, səhər yeməyini etməyəcəkdir. Hər günümüz gözəl bir gecədən başlayır. Bu gecəni rahat keçirmədikdə, normal yatmadıqda təbii ki, piyələnmə xəstəliyi və bərabərində digər problemlər də başlayacaq. Yuxusuzluq bir stressdir. Stres faktoru, kortizol hormonu, böyümə hormonu, adrenalin hormonu hər zaman yüksək səviyyədə saxlayır və insanın piyələnməyinə endokrin səbəbdən, dediyim bu mexanizmlərdən piyələnməsinə yol açır. Əslində hər şey, bütün xəstəliklər bizim hormonlarımızdan başlayır, belə demək olar. Bəli. Bəs Umay xanım, bəzi insanlar var ki, ümumiyyətlə arıqlaya bilmirlər. Yəni, ac qala bilmədiklərinə görə nə edirlərsə eləsinlər, arıqlaya bilmirlər. İstədim ki, bu insanlara tövsiyələrinizi verərdiniz. Arıqlamaq istəyən şəxs birmənalı olaraq ya ümumi piyələnmə, ya da qarın tipli piyələnmədən, yəni madələr mübadiləsi pozğunluğundan əziyyət çəkən bir insanlardır. Xüsusilə də əgər iştahlarını tənzimləyə bilmir, davamlı acılıq hissindən yemədiyində əziyyət çəkir, əsir, gücsüz olur kimi, baş gicəllənmə və s. kimi olan hallardan şübhələnirsə, bu sözsüz ki, həkim mütəxəssisə müraciət etməlidir və yalnız mütəxəssisin göndərişi ilə müayinələrdən və müalicə metodlarını alaraqdan davranmalıdır. Amma əgər ki, sırf qidalanma ilə əlaqədar, qeyri-düzgün qida rejimi ilə əlaqədar, qida porsiyasının tərkibinin və yaxud miqdarının yanlışlığı ilə əlaqədar bir piyələnmədirsə, yenə də orada həyat tərzi ilə plana keçməsi lazımdır. İnsan qida rasionunun, qida porsiyası miqdarını azaltmağı bacarmalı və qidanın tərkibinin lazımsız kökəlməyə səbəb olan maddələri çıxartmalıdır. Bunun üçün də sözsüz ki, ciddi maariflənmə lazımdır. Bundan başqa Hidayət bəyin tövsiyə elədiyi davranış modelləri var. Fiziki aktivliyin artırılması lazımdır. Əhval-ruhiyyənin yüksək səviyyədə saxlanması lazımdır, stressdən uzaq olması lazımdır və s. Amma bəzən bu insanlara yardım üçün, o cümlədən inkişaf etmiş ölkələrdə, əczaçıxanalarda və marketlərdə hətta bioloji aktiv qida məhsulları olur. Məsələn, Azərbaycanda da belə bir məhsul var, alfa-xrom adlı preparat var, hansının ki tərkibində insulin, daha doğrusu şəkər mübadiləsinə təsir göstərə bilən, insulinə həssaslığı artıran xrom maddəsi və alfa-lipoid turşusu adlanan bir maddə var, hansı ki, yağ mübadiləsini tənzimləyici təsir göstərir. Belə bir vasitənin istifadəsi nəticəsində insulin direnci deyilən hal aradan qalxa bilər. Yüngül formalarda sözsüz ki, və yaxud da ki, kompleks müalicənin tərkibində olmuş ola bilər. Belə pasientlərdə iştahın azalması, şirniyyata, karbohidratlara meylin azalması, daha yaxşı fasiləli orucda demirəm də, yəni pəhrizə oturması, yəni ac qalanda o narahatlıq hissi və s. onun aradan qalxması müşahidə oluna bilər. Bu yenə də yüngül ağırlıq dərəcəli piyələnməyə və yaxud da deyim ki, qarın tipli piyələnməyə aid ola bilər. Digər daha ağır formalar üçün və ya daha çətin çəki atan insanlar üçün həkim mütəxəssisə müraciət olunması mütləqdir. Misal üçün, bu barədə tövsiyə edərdim ki, həkim mütəxəssis öz fikrini söyləsin. Bəli. Bilirsiniz, 20-ci əsrin ortalarına qədər bütün bəşəriyyətin ölüm səbəbi acı olmuşdur. Yəni, biz hər zaman insanlar metabolik hafizəmizdən bir qidaya qarşı sevgi var. Qida bir nemətdir. Hər zaman insanlar bir yerdən çörək tapdıqda onu öpüb göz üstə qoyub istihlak etmişlər. Hər zaman qidaya qarşı bir sevgi var, qidaya qarşı bir istək var. Amma indiki günümüzdə aldığımız enerji, aldığımız qida bizim fiziki aktivliyimizlə balans təşkil etmədiyi üçün
bir disproporsiya və metabolik sindrom başlayır. Piyələnmə ciddi bir xəstəlikdir, bunu unutmamamız lazım. Əgər piyələnmə problemi varsa, onu mütləq araşdırılması üçün həkim endokrinoloqa müraciət olunmalıdır. Ətrafa araşdırılmalıdır, altda endokrin xəstəliklər yoxlanılmalıdır. Əgər heç bir problem yoxdursa, sağlam həyat tərzi dəyişikliklərə əməl olunmalıdır. Həyat tərzi dəyişiklikləri bir qədər çətindir. Bu hər kəsin biləcəyim, rahatlıqla edə biləcəyi bir şey deyil. Ona görə bu insanlar dərman, iynə, yaxud da bariatrik cərrahiyyə bu metodlara yol atmağa çalışır ki, rahat bir şəkildə kilolardan qurtulsun. Amma inanın ki, əgər həyat tərzi dəyişiklikləri oturmursa, bu insanda bu və ya digər xəstəliklər baş qaldıracaq və yaxud verdiyi kiloları rahatlıqla geri alacaqlar. O baxımdan həyat tərzi dəyişiklikləri çox mühümdür. Bunlar nələrdir? Tez yatmaq, yuxusuzluq stressdir. Vaxtında yatmaq lazımdır. Tez yatıb tez durmaq lazımdır. Mütləq səhər idmanı, fiziki aktivlik, axşam yeməkdən sonra mütləq şəkildə açıq havada piyada gəzmək, soyuq aylarda idman salonlarına gedilə bilər, üzgüçlükdən istifadə oluna bilər. Yəni, ən sevdiyiniz bir idmanla məşğul ola bilərsiniz. İdman sizin hobbiniz olmalıdır. Yəni, əziz izləyicilərimizə bunu tövsiyə edərdim. Qidalanma çox mühümdür. Yəni, qidalanma bizim həyatda yaşamamızı bizi həyata bağlayan bir necə deyim elementdir. Qida çox vacibdir, amma baxır nə yeyirik. Sağlam qidalanmalıyıq. Marketlərdə satılan hazır qidalardan, fast food qidalardan, rafinə olunmuş un, yağ, şəkər məmulatlarından birmənalı qaçmaq lazımdır. Zərərli vərdişlərimiz olunmalıdır. Siqaret, alkoqol, başqa toksik maddələr və s. istifadə etməliyik. Və nəhayət stresi yönətməliyik, stresi idarə etməliyik. Stresi idarə etməyən bir yolda bəd xəbərlərdir, uzun müddət süni yaradılmış şou verilişlərdir. Gərəksiz bu cür informasiya qarma-qarışıq uzaqlaşmaq lazımdır. Ətrafınızda bəli, deyək, yaşlı bir insandırsa, onu çox mən tövsiyə edərdim ki, deyək, yaşlı bir xanım düşünün, gedib bacısına söhbət etsin, yaxud da anası ilə vaxt keçirsin, yəni orta yaşlı bir insan, gənc yaşlı insan uşaqları ilə zaman keçirsin, dostları ilə, yaxud həftə sonu iş rejimi çox ağırdır, həftə sonu var, bazar günü yay tətilləri var, mütləq şəkildə onu normal dəyərləndirsin. Çünki ömür həyat çox qısadır. Onu doya-doya yaşamaq lazım. Bəzən insan gələcəyinə çox düşünüb, keçmişini çox xatırlayaraq bugününü belə yaşamır. O baxımdan bu həyatdan zövq almağı bacarmaq lazımdır. Hobbilərlə məşğul olmaq lazımdır. Açıq havada olmaq lazımdır. Yəni, ruhi sağlamlıq çox önəmlidir. Əgər bunları davamlı şəkildə edə bilirsinizsə, bu həyatdan zövq alaraq yaşayırsınız, onun super problemlər bitmir. Həyatımız boyu hər zaman bu və digər ailə qayğıları, məişət problemləri, iqtisadi faktorlar, iş problemləri olacaqdır. Biz bəzən bu problemlər içərisində o qədər yaşayırıq ki, o qədər problemlərə belə deyim, inteqrasiya oluruq ki, artıq günümüzü həyatımıza itirmiş oluruq. Baxıb görürük ki, bir göz qırpımında ömür gəldi, keçdi. O baxımdan bu həyatı doya-doya yaşamaq lazımdır, sağlam olmaq lazımdır. Həyat tərzi dəyişiklikləri bizim həyat kodeksimiz olmalıdır. Sağlam bədəndə sağlam ruh olar. Mən ona görə bu cür verilişlərin əhalinin maarifləndirilməsi yolunda aparılan bu cür tədbirlərin, layihələrin hər zaman tərəfində olmuşam, hər zaman təşəkkürlərimi bildirirəm sizə. Yəni, dediklərimizdən hər hansı insana bir köməyimiz olursa, nə xoş bizlərə. Mən xalqımıza sağlamlıq arzu edirəm. Bizim Azərbaycan xalqı dünyanın ən gözəl insanları, ən qonaqpərvər, ən yüksək mədəniyyətə, intellektual malik, zəhmətkeş, əməksevər, işgüzar, dostcanlı, o qədər müsbət xüsusiyyətlərimiz var ki, mən xanım dünyanın 35-dən çox ölkəsində olmuşam, şəhər demirəm, ölkəsində. Bizim Azərbaycan toplumundan, xalqımızdan gözəl insanlar heç yerdə yoxdur. Biz çalışmalıyıq ki, qida ölkəsində cənnətində yaşayacaq. Sağlam qidalanaq, sağlam olaq. Mən hər zaman xalqımızı gümrah, sağlam, xoşbəxt olmağını istəyirəm. Hər hansı bir problem varsa da özlərini işi mütəxəssislərinə, peşəkarlarına etibar etsinlər. Hər zaman müayinələrdən, check-uplardan çəkinməsinlər. Mən hər zaman xəstələrimə deyirəm, siz bura sevinə-sevinə gəlir. Sanki bir həkimimizin, dostumuzun, yaxınımızın, qardaşımızın yanına gedirik kimi düşünün. Çəkinmədən, yetər ki, sizə bir faydanız toxunsun. Çünki mən sizi sağlam görmək istəyirəm. Bu halda hər zaman biz sizin yanınızdayıq. Hər zaman sevdiklərinizlə vaxt keçirin. Ən qiymətli şey sevdiklərinizlə bərabər zaman keçirməkdir. Bu baxımdan mən təşəkkür edirəm bu veriliş, bu proqramımız üçün. Biz təşəkkür edirik. Həyat tərzi dəyişiklikləri mühüm və hər zaman əsas belə deyim, prioritet məsələmiz olmalıdır. Çox sağ olun. Siz sağ olun. Təşəkkür edirəm Hidayət bəy. Umay xanım, çox sağ olun. Minnətdaram hər birinizə. Əminəm ki, bu müsahibəmiz izləyicilərin də çox marağına səbəb olacaq. İzləyicilərimizə bildirmək istəyirəm ki, bugün studiyamızın qonağı Baku Medical Plaza Klinikasının endokrinologiya şöbəsinin rəhbəri Hidayət Məmmədzadə idi və doktor Umay xanım Fəzilova bugün bizim qonağımız idi. Sağlam qidalanma mövzusuna toxunduq bugün. Sağlam qidalanma və sağlam həyat tərzi necə olmalıdır? Məncə izləyicilərimiz
izləyicilərimizin suallarını tam cavablandır. Amma sizə yenə qaranlıq olan suallar varsa, sizə maraqlandıran suallar varsa, şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz və əlaqə nömrəsi də həkimimizin əlaqə nömrəsinə qeyd eləmişəm. Həkimimizlə bağlı sualınız və ya qəbuluna yazılmaq istəsəniz, həmin nömrəni əlaqə saxlaya bilərsiniz. Növbəti verilişdə yenə Hidayət həkimlə maraqlı bir mövzuya toxunacağıq inşallah. Görüşərik. İnşallah. Özünüzə yaxşı baxın, görüşərik. Sağ olun bir daha.